Əgər siz də səs-küylü məkanlarda telefonla danışarkən səsinizin qarşı tərəfə daha aydın şəkildə ötürülməsini və ya önəmli video zənglər zamanı görüntünüzün daha mükəmməl olmasını istəyirsinizsə, iPhone-larda olan bu xüsusiyyəti mütləq aktiv etməlisiniz. Sözgedən imkan yalnız iOS əməliyyat sisteminə sahib cihazlarda mövcuddur. İlk olaraq video zəng zamanı ekranın yuxarı sağ küncündən barmağımızı aşağı sürüşdürərək iOS-un idarəetmə panelinə daxil oluruq. Bu zaman ən yuxarı hissədə istifadə etdiyimiz video zəng tətbiqinin adı, yanında isə Controls yazısı görünür. Bura toxunduqda Audio and Video bölməsi açılır və təqdim olunan 4 fərqli səs filtrləmə rejimindən birini seçməyə lazım gəlir. Automatic rejimi ətraf səsləri analiz edərək sistemin özünün qərar verməsinə imkan verir. Standart rejimdə isə səs mikrofondan olduğu kimi, yəni heç bir filtr olmadan ötürülür. Voice Isolation rejimi ətrafdakı səs-küyü azaldaraq yalnız səsinizin aydın şəkildə ötürülməsini təmin edir. Wide Spectrum isə Voice Isolation'ın əksinə olaraq ətraf səslər də daxil olmaqla bütün səs mənbələrini qarşı tərəfə çatdırmaq üçün nəzərdə tutulub. Ən aşağıda yerləşən Portrait, Studio Light və Reaction seçimləri isə video görüntü ilə bağlı effektlər üçündür. Məsələn, əgər video zəng zamanı ətraf mühitin görünməsini istəmirsinizsə, Portrait rejimindəki Depth, yəni dərinlik səviyyəsini artıraraq fonu bulanıqlaşdıra bilərsiniz. Görüntünüzün daha peşəkar görünməsini istəyirsinizsə, Studio Light seçimində Intensity, yəni işıq səviyyəsini tənzimləməklə daha yaxşı nəticə əldə etmək olar. Son olaraq Reactions funksiyası isə müəyyən əl hərəkətləri və jestlərlə ekranda animasiyalı reaksiyalar yaratmağa imkan verir. Bu xüsusiyyət video zəng zamanı dostlarınızla əylənmək üçün nəzərdə tutulub. Belə dostlar, əgər bu məlumat faydalı olursa, videonu bəyənib yadda saxlamağı unutmayın. Azerselin təqdimatında daha çox texnoloji məlumatlardan xəbərdar olmaq üçün isə bizim kanala abunə olun. Hələlik!